Bugünkü dərsimiz olacaq amper qüvvəsi. Maqnit sahəsi tərəfindən cərəyanlı naqilə təsir edən qüvvə amper qüvvəsi adlanır. Maqnit sahəsi tərəfindən cərəyanlı naqilə təsir edən qüvvə amper qüvvəsi adlanır. Baxın tutaq ki, burada bir cərəyanlı naqil var və cərəyanlı naqildə induksiya vektoruna müəyyən bir bucaq təşkil edəcək səviyyədə yönəlibdir. Baxın, bu formada yönəlibdir. Bu alfa bucağıdır, bu da alfa bucağıdır. Bu naqildən keçən cərəyan şiddəti i-dir. Naqilin aktiv hissəsinin uzunluğu isə L-dir. Onda bu naqilə təsir edən amper qüvvəsi F amper bərabərdir. Bu düsturla hesablanacaq. I, B, L sinüs alfa. Bunu belə yadda saxlaya bilərsiniz. İblis ya da bilsin alfa və ya ibilsina. Bu şəkillərdə bu sözlərlə yadda saxlaya bilərsiniz. Ya ibilsina, ya bilsin alfa, ya da iblis. Bu şəkildə yadda saxlaya bilərsiniz. Bu amper qüvvəsinin olduğu düsturu. Burada I naqildən keçən cərəyan şiddətidir. I cərəyan şiddətidir. B maqnit induksiya vektorudur. Maqnit induksiya vektorunun moduludur. L naqilin uzunluğudur. Naqilin aktiv hissəsinin uzunluğudur. Sinüs alfa isə B vektoru ilə naqil arasında qalan bucağın sinusudur. Bu düstura baxsaq görərək ki, nə zaman amper qüvvəsi maksimum olar, nə zaman amper qüvvəsi minimum olar. Başlayaq sıfırdan başlayaq, görək nə zaman amper qüvvəsi sıfır olar. Əgər naqil, buradan yazırıq ki, naqil induksiya xətlərinə paralel yerləşərsə, onda təbii ki, paralel olanda sinus alfa ya 180 dərəcə olacaq, 180-də 0 alır, ya da sinus alfa 0 olacaq, onda da 0 alır. Onda amper qüvvəsi də 0 olur. Yəni paralel sözü görsəz, bilin ki, orada amper qüvvəsi 0-a bərabərdir. Və burada qrafik olacaq 0-ın üzərində. Yəni paralel sözünü siz testdə görsəz, amper qüvvəsinin i-dən, b-dən, l-dən asılıq qrafikləri olacaq 0-ın üzərində. Bu şəkildə. Bunu da şəklini çəkək göstərək mütləq şəkildə. Baxın. Belə ola bilər. Bu B induksiya xətləridir. B induksiya xətləri. Bu da cərəyanlı naqildir. Bu da tutaq ki, cərəyan sağa doğru axır. Hal-hazırda alfa bucağı 0 dərəcədir və amper qüvvəsi burada 0-a bərabərdir. Şəkli bir başqa cürdə çəkmək olar. Baxın. Bu formada B vektorudur və cərəyanlı naqil bu dəfə cərəyan sola doğru axır. Burada da alfa bucağı 180-dir. Yəni burada da amper qüvvəsi 0-a bərabərdir. Hətta belə şəkillər də ola bilər. Baxın, tutaq ki, B vektoru bizdən şəkil müstəvisinə doğru gedir. Cəryan da bizə doğru gəlir. Baxın, bu cəryandır. Bu qırmızılarsa B vektorunun istiqamətidir. Yəni B vektoru
bizdən şəkil müstəvisinə doğru gedir. Cəryan isə bizə doğru gəlir. Belə bir şəkil görsəniz də, yəni burada da alfa bucağı 180-dir. Belə olanda da amper qüvvəsi sıfırdır. Baxın, belə də ola bilər. Burada da cəryanın istiqaməti, baxın. Cəryan da bizdən gedir. B vektoru da, daha doğrusu cəryan da bizə doğru gəlir. B vektoru da bizə doğru gəlir. Onda amper qüvvəsi sıfıra bərabər olacaq. Bax, belə şəkillər görsəz, bilin ki, amper qüvvəsi sıfırdır. Bəs nə o zaman amper qüvvəsi maksimum olur? Bunu sözlə yazırıq, mütləq şəkildə. Yazırıq ki, naqil induksiya, naqil induksiya xətlərinə paralel, naqil induksiya xətlərinə paralel istiqamətdə, yox, paralel yox, üzr istəyirəm, perpendikulyar istiqamətdə yönələrsə. Perpendikulyar. Perpendikulyar yönələrsə, onda amper qüvvəsi maksimum olacaq. Çünki alfa bucağı 90 dərəcə olur. Sinus 90 dərəcədə 1 aldığına görə amper qüvvəsi maksimum olacaq. IBL olacaq. Maksimal amper qüvvəsi olacaq. Bax, bu halda, bunu bu düstur təzdən yazaq. F amper bərabər IBL. Biz qrafiklər çəkə bilərik. Amper qüvvəsi I-dən, L-dən, indi məndə yer çatmadı. Həmçinin B-dən düz asıdır. Belə. Bu amper qüvvəsini ilə bağlıdır. Amper qüvvəsi sol əl qaydası ilə tapılır. Amper qüvvəsi sol əl qaydası ilə tapılır. İndi mən bu dediyim kimi bunu bu kompüterdə göstərə bilmirəm. Lövhə yoxdur. Onu inşallah lövhə olan vaxtda YouTube'a da yerləşdirəcəm, qrupa da atacağım. İndi sözlə deyirəm ki, sol əl elə tutulur ki, maqnit induksiya vektoru ovucumuzun içinə daxil olsun. Açılmış 4 barmaq naqildəki cəryan istiqamətində, 90 dərəcə açılmış baş barmaq isə amper qüvvəsinin istiqamətində yönəlir. Baxın, əlimizin hər tərəf x olanda bizdən gedir, hər tərəf nöqtə olanda bizə doğru gəlir. Yəni, mən indi burada çəkməyə çalışacağım. Bax, burada cəryan sağa doğru gedir. Və tutaq ki, B vektoru da hər tərəfdə, bunu biz tapmırıq, ha, bu özü verir. Məsələdə özü verir. Hər tərəfdə x-dir, yəni B vektoru bizdən gedir. Onda amper qüvvəsi sola doğru gedəcək. Sola doğru gedəcək. Üzr istəyirəm, amper qüvvəsi yuxarıya doğru yönələcək. Bax, tapılma qaydası belədir. Bax, mən burada əl çəkməyə çalışacağım. Bax, əl çəkməyə. Bax, belə. Bax, əlinizin içini, əlinizi açırsınız belə, açıq formada. Onda, bax, bu tərəf x olacaq. Bu 4 barmaq i-ni göstərəcək. Bu baş barmaq isə amper qüvvəsinin istiqamətindədir. İndi ola bilsin ki, naqildən axan cəryan yenə sağa doğrudur. Bu dəfə B vektoru şəkil müstəvisindən bizə doğrudur. B vektoru şəkil müstəvisindən bizə doğru. Bu halda amper qüvvəsi aşağıya doğru yönəlir.
İndi bunun da şəklini çəkəcəm. Əlimizin üstünü görürük belə olanda. Əlimizin üstünü. Bax, belə olanda da bax bu şəkildə olacaq. Yenə də qeyd eləyərik. Baxın, bura i cəryanın istiqaməti, hər tərəf nöqtədir. Bu isə baş barmaq amper qüvvəsinin istiqamətini göstərir. İndi burada B vektorunu bizə özü vermişdi. Və B vektoru bizdə görünməyən halda olduğuna görə bunu biz şərti işarə ilə göstərmişdik. İndi ola bilər ki, B vektoru görünən olsun. Yəni, baxın, bu cəryanlı naqildir. Və cəryanlı naqildə I vektoru, daha doğrusu cəryan şiddəti sağa doğru axır. B vektoru isə aşağıdan yuxarıya doğrudur. B vektoru aşağıdan yuxarıya doğrudur. Onda əlimizi tuturuq B vektorun qarşısına tərəf ovucumuzun içini. 4 barmaq cəryan istiqamətində yönəlir. Baş barmaq isə amper qüvvəsinin istiqamətindədir. Yəni, bu belə halda amper qüvvəsinin istiqaməti nöqtə olacaq. Yəni, şəkil müstəvisindən bizə doğru. Şəkil müstəvisindən bizə doğru. İndi cəryan yenə bu formadadır. Deyək ki, sağa doğru axır. Bu dəfə B vektoru yuxarıdan aşağıya doğrudur. İndi əlimizi yenə tuturuq bu formada. B vektoru ovucumuzun içinə daxil olur. 4 barmaq cəryan istiqamətdə. Amper qüvvəsi isə bu dəfə X olacaq. Yəni, bizdən şəkil müstəvisinə doğru. Bizdən şəkil müstəvisinə doğru. İndi mən burada yekun amper qüvvəsinin tapılması qaydasını izah edəcəm. Bu çox rahatdır. Yekun amper qüvvəsinin tapılması. Yekun amper qüvvəsinin tapılması cəryanlı naqillərin qarşılıqlı təsir qüvvəsi kimidir. Burada lütfən xahiş edirəm, sualınız olsa mütləq verin. Da ki, burada bir cəryan var, cəryan naqil var, I1 naqili. Burada da cəryanlı naqil var, ikinci naqil var, I2 naqili. Deyək ki, burada da cəryanlı naqil var, bu da olsun I3 naqili. Tutaq ki, biz tapırıq ikinci naqilə təsir edən amper qüvvəsini. Baxın, birinci naqillə ikinci naqil əks istiqamətdədir. Bax, biz bu dərsi keçmişdik, cəryanların maqnit qarşılıqlı təsirini bir xatırlayaq. Əks istiqamətdə axan naqillər bir-birini itələyirdi. Bax, o birinci maqnit sahəsi ikincini bu tərəfə sağa doğru itələyirdi. Ona görə də biz burada hansı naqilə təsir edən qüvvəni soruşursa, ox o naqildən çıxmalıdır. Bax, burada ikinci naqilə dediyinə görə ox ikinci naqildən çıxmalıdır. Yəni, baxın, birinci naqil ikincini itələyəcək bu tərəfə. Çünki əks istiqamətdədir. Yəni, bu olacaq birinci naqilin ikinci naqilə təsir etdiyi qüvvə. Birincinin ikinciyə təsir etdiyi qüvvə. Üçüncü naqil də ikincini itələyəcək. Çünki əks istiqamətdədir. O da yuxarıya doğru olacaqdır. Deməli, üçüncü naqil tərəfindən ikinciyə təsir edən qüvvə. Və burada bir paralleloqram qururuq. Paralleloqramın böyük diaqonalı bunların əvəzlərisini verəcək. Bax belə. Deməli,
İkinci naqilə təsir edən yekun amper qüvvəsi yuxarıya yönələcək. İndi bir başqa misal verək burada. Bir başqa misal. Tutaq ki, burada üçüncü naqilə, baxın, üçüncü naqilə təsir edən, təsir edən yekun amper qüvvəsi. Tutaq ki, burada x-dır, tutaq ki, bu üçüncü naqildir. Bu da deyək ki, x-dır, bu birinci naqildir. Burada isə deyək ki, ikinci naqil nöqtədir. Aha. İndi söhbət üçüncü naqilə deyirsə, birinci naqil, üçüncü naqili özünə doğru çəkəcək. Bax, birincinin üçüncüyə təsir qövü bu tərəf olacaq. İkinci naqil isə üçüncü naqili itələyəcək bu formada. Və bunların əvəzəsini paralleloqram qaydası ilə qururuq. Və paralleloqramın böyük diaqonalı bu üçüncü naqilə təsir edən yekun amper qüvvəsinin əvəzəsini verəcək. Bax, bu formada. Bununla bağlı bir çox misallar soruşa bilər. Məsəl üçün, kvadratın ortasındakı naqilə təsir edən qüvvə də soruşa bilər. Baxın, buradan belə xət çəkək, qarışmasın. Tutaq ki, burada x-dır, birinci naqildir. Burada da x-dır, bu da ikinci naqildir. Deyək ki, ortada nöqtədir, beşinci naqildir. Burada da yenə deyək ki, nöqtədir, dördüncü naqil. Və burada da üçüncü naqil olsun. Bu da nöqtədir. Kvadratın deyək ki, təpə nöqtələrində yerləşib. Burada deyir ki, məsəl üçün, beşinci naqilə təsir edən yekun amper qüvvəsinin istiqamətini tapın. Baxın, başlayırıq birdən. Birinci naqil, beşinci naqili itələyir bu tərəfə. Şagirdlər, ikinci naqil də beşinci naqili itələyir. Çünki əks istiqamətdədir. Ondan əlavə olaraq, dördüncü naqil, beşinci naqili özünə doğru çəkir. Üçüncü naqil də beşinci naqili özünə doğru çəkir. Və bunların əvəzəsi aşağıya doğru yönələcək. Yekun amper qüvvəsi aşağıya doğrudur. Bax, bu amper qüvvəsi ilə bağlı deyəcəklərim bu qədər. İndi sizə danışacağım Lorentz qüvvəsindən. Biz bayaq dedik ki, maqnit sahəsi tərəfindən cəryanlı naqilə təsir edən qüvvə amper qüvvəsidir. Amma maqnit sahəsi tərəfindən yüklü zərrəciklərə təsir edən qüvvə isə Lorentz qüvvəsi adlanır. Deməli, bu Q yüküdür. Bu da V sürəti ilə hərəkət edir maqnit sahəsində. Və bu V vektorunun maqnit induksiya vektoru ilə əmələ gətirdiyi bucaq alfa olsun. Onda Lorentz qüvvəsi bu düsturla hesablanır. F Lorentz bərabərdir QVB sinus alfa düsturla hesablanır. QVB sinus alfa. İndi hansı hallarda zərrəciyə Lorentz qüvvəsi təsir etməz? Biz onu araşdıracağıq. Baxın şagirdlər, aşağıdakı hallarda Lorentz qüvvəsi təsir etməz.
Birinci qayda. Zərrəciyin yükü olmazsa, zərrəciyin yükü olmazsa, zərrəciyin yükü, məsələn, neytron yükü yoxdur da. Neytron yükü olmadığına görə Lorentz qüvvəsi sıfırdır. Neytrona Lorentz qüvvəsi təsir etmir. Bu doğrudan da bax, bu da Q'nun yerinə biz sıfır yazsaq doğrudan da Lorentz qüvvəsi sıfır olar. Çünki sıfırı nəyə vursaq sıfır eləyər. İkinci qayda. Zərrəcik sükunətli olarsa, zərrəcik sükunətli olarsa, yəni yadınıza saxlayın ki, yüklü zərrəcikləri maqnit sahəsinə müəyyən sürətlə daxil edirlər. Müəyyən sürətlə daxil edirlər və o sürətlə daxil olduqlarına görə onlara Lorentz qüvvəsi təsir edir. Amma sükunətdə buraxsaq onları, onlara Lorentz qüvvəsi təsir etməz. Yəni başlanğıc sürəti olmayan zərrəciyə Lorentz qüvvəsi təsir etmir. Yəni F Lorentz bərabərdir sıfıra. Və üçüncü halda e, alfa bucağı ya 0 dərəcə ya da 180 dərəcə olarsa, yəni e, zərrəcik B vektoruna paralel yönələrsə, yəni B vektoru ilə induksiya vektoru arasında V vektoru ilə induksiya vektoru arasında bucaq 0 və ya 180 olarsa, yəni bu da paralellik olarsa da, paralel yönələrsə, Lorentz qüvvəsi 0 olar. Bax, bu halların hər hansı birində sizdən qrafik istəsə, paralel sözünü deyib və sizdən Q-nin V-dən, Florensin Q-dən, V-dən və yaxud B-dən asılı qrafiki soruşsa, qrafik sıfırın üzərində yazmalısınız. Qrafik sıfırın üzərində olacaq. Və hansı halda Lorentz qüvvəsi maksimum olar? Alfa bucağı 90 dərəcə olarsa, sinus 90 dərəcədə 1 aldığına görə Lorentz qüvvəsi maksimum olur. Maksimum olur. Və bu düsturdan hesablanır. Baxın, F Lorentz bərabərdir QVB. Hə, bax, bu hallarda isə Lorentz qüvvəsini biz Q-dən, həmçinin V-dən, həmçinin B-dən aslı qrafikini düz mütənasib çəkə bilərik. Bu şəkildə. QVB. Lorentz qüvvəsinin istiqaməti də Lorentz qüvvəsinin istiqaməti sol əl qaydası ilə tapılır. Sol əl qaydası ilə tapılır. Eyni ilə amper qüvvəsində olduğu kimi. Sol əl elə tutulur ki, B vektoru ovucumuzun içinə daxil olsun. Açılmış 4 barmaq naqildə sürətin istiqamətini 90 dərəcə açılmış baş barmaq isə Lorentz qüvvəsinin istiqamətini göstərir. Amma burada zərrəcik müsbət və mənfi yüklü işarələr aldığına görə biz Lorentz qüvvəsini mənfi olanda tapdığımızın əksinə dəyişəcəyik. Bu barədə bir qədər sonra. Hələlik ki, bura baxaq, hər tərəfdəki x-dır, yəni B vektoru bizdən şəkil müstəvisinə doğru gedir. Yenə də sol əlimizi bu formada tuturuq. 4 barmaq sürət istiqamətində, baş barmaq isə Lorentz qüvvəsinin istiqamətini bildirir. Bax, bu şəkildə. Lorentz qüvvəsi yuxarıdır. Bunu mən indi yenə təkrar eləyirəm. Lövhə olmadığına görə bunu bu formada göstərəcəm sizə. Yenə də əlimizin içinə x yazırıq. 4 barmaq sürət istiqamətində, baş barmaq isə Lorentz qüvvəsinin istiqamətini verir. Burada isə deyək ki, hər tərəf nöqtədir. Deyək ki, hər tərəf nöqtədir. Və bizdən Lorentz qüvvəsinin istiqaməti soruşulur. Onda da əlimizin üstünü nöqtə yazırıq. Yəni B vektoru şəkildən bizə doğru gəlir. 4 barmaq yenə sürət istiqamətində yönələcəkdir. Hal-hazırda Lorentz qüvvəsi aşağıya doğru yönəlir.
Burada da yine şəkil çəkim göstərim. Bax belə. Buradakı bu barmaqlardır. Bu yenə V istiqamətində. Əlimizin üstü bu dəfə nöqtədir. Burada x-idir. Bu da Lorentz qüvvəsi aşağıya doğru yönələcək. İndi mənfi olsa nətər olacaq? Mənfi olsa, zərrəcik mənfi olsa, tapdığımızın əksini dəyişəcək şəriətlər. Bildiyimiz işarənin əksinə dəyişəcək. Mənfi olsa. Tutaq ki, hər tərəf x-dir. Tutaq ki, burada da hər tərəf nöqtədir. Müsbət olduğu kimi, müsbət olub düşünüb tapırıq. Müsbət olsaydı bu yuxarı yönələrdi birinci şəkildə. Mənfi olduğuna görə tapdığımızı aşağı, yəni aşağıya doğru yönəldi Florens qüvvəsi. Yəni müsbət kimi tapıb, mənfi olduğuna görə aşağı istiqamətdə yönələcək. Burada da bu formada əslində burada aşağı olmalıdır. Mənfi olduğuna görə yuxarıya doğru yönələcək Lorentz qüvvəsi. Lorentz qüvvəsinin istiqamətini tapdıq. Lorentz qüvvəsi haqqında biz əlavə genetik əlaqə eləyə bilərik burada. Çünki bəzən elə suallar düşür. O barədə bir qədər sonra yazaq. Burada bir qeyd yazaq ki, zərrəcik çevrə öz hərəkət eləyərsə, zərrəcik çevrə öz hərəkət eləyərsə, Lorentz qüvvəsi, Lorentz qüvvəsi hər zaman istəyir müsbət olsun, istəyir mənfi. Hər zaman çevrənin mərkəzinə doğru yönələr. Mərkəzinə doğru yönələr. Çevrələr çəkək. İstəyir hər tərəf x olsun, istəyir mənfi zərrəcik olsun, istəyir müsbət zərrəcik olsun. Lorentz qüvvəsi çevrəmizin mərkəzinə doğrudur. Baxın, tutaq ki, burada zərrəcik var. Müsbət yüklü zərrəcikdir. Lorentz qüvvəsi yuxarıya doğrudur, mərkəzə doğrudur. Tutaq ki, burada da müsbət yüklü zərrəcik var. Lorentz qüvvəsi mərkəzə doğrudur. Burada saat əqrəbinin əksinə fırlanacaq bu zərrəcik, yəni sürət vektoru aşağıya doğrudur. Burada isə saat əqrəbinin əksinə fırlanacaq. Sürət vektoru sola doğrudur. Yenə də mənfi olanda isə tapdığımızla işarələri əksinə dəyişirik. Yenə də bunun mənfi olan versiyasını da izah eləyək. Tutaq ki, burada müsbət yük var. Yox, müsbəti dedik. Mənfi yük var. Mənfi yük ətəsindən Lorentz qüvvəsi çevrənin mərkəzinə doğrudur. İstisnasız bu belədir. Bu dəfə isə bu mənfi yüklü zərrəcik saat əqrəbinin istiqamətində fırlanacaq. Yəni sürət vektoru yuxarıya doğru yönələcək. Bu nöqtədə. İndi yenə hər tərəf nöqtədir. Hər tərəf nöqtə. Və yenə mənfi yüklü zərrəciyimiz var. Mənfi yüklü zərrəciyə təsirlən qüvvə istisnasız yenə çevrənin mərkəzinə doğrudur. Bu dəfə isə Lorentz qüvvəsi
saat əqrəbinin əksinə yönələcək. Daha doğrusu sürət vektoru saat əqrəbinin əksinə fırlanacaq. Bu da bu formada. İndi biz kinetik... Üstündəki Bəli, buyur. müsbət yükdə tam əksin olmalı deyil. Hansında şəkil 1, 2, 3, 4 var. 2. 2-də bəli, bəli, bəli 2-də elə olmalıdır. Mən çaşdım, düzdür, düzdür. 2-də elə olmalıdır. Çünki eyni şey olmuş olur da. Bəli, bəli, yaxşı dedin. 2-də onu biz silək. Şimdi burada sadəcə oxların yönünü dəyişəcəyik. Yaxşı ki xatırlatdın, yoxsa səhv gedəcəkdi. Burada bu formada olacaq sürət vektoru. Burada isə saat əqrəbinin hərəkəti istiqamətində fırlanacaq. İndi biz Lorentz qüvvəsinin düsturunda Lorentz bərabərdir QVB sinus alfa yaza bilərik. Və biz kinetik enerjinin düsturunu da ayrıca yaza bilərik. Y kinetik bərabərdir mv kvadratı bölü 2. Biz buradan V'ni tapsaq, zərrəciyin kinetik enerjisidir bu. 2 dənə W kinetik bölünsün M alaraq. Və bu düsturu gətirib burada V'ni yerinə yazırıq. Onda Lorentz qüvvəsinin düsturu olacaq Q vurulsun. Kök altda 2Y kinetik bölünsün M vurulsun B sinus alfa. Və buradan görürük ki Lorentz qüvvəsi kinetik enerjidən kök altı asılıdır. Kök altı. Yəni kinetik enerji məsəl üçün deyirəm. 9 dəfə artarsa Lorentz qüvvəsi 3 dəfə artmış olacaq. Həmçinin biz Y kinetikin YU olduğunu nəzərə alsaq, onda Lorentz qüvvəsinin düsturunu yaza bilərik. Q vurulsun, kök altda 2YU bölünsün M. Vurulsun B. Və ta ki perpendikulyar daxil olduğuna görə sinusu biz 1 götürək. Burada da F Lorentz U ilə yenə də kök altı aslı olacaq. Bunlar isə genetik əlaqədir. Lorentz qüvvəsi ilə bağlı. İndi bir şeylərdə sizə deyim indi vaxt varkən. Bunlar atom fizikasında keçirlər. Amma biz indidən bilməliyik ki, zərrəciyin elektronun yükü nədir, protonun yükü nədir və yaxud kütləsi nədir? Zərrəciklərin formulları yazıram ki, elementar zərrəciklərin formulları. Mesela siz bilin ki X elementi verilipse aşağıda olan Q'dur, yukarıda olan M'dir. Bunu mütləq yadınızda saxlayın. Yəni baxın, başlayırıq elektrondan. Elektron. Elektronun formulu bu formadadır. Mənfi 1, 0. Yəni elektronun yükü mənfi Y'dir şagirdlər. Kütləsi isə təqribən 0-a bərabərdir. Sonra proton. Protonun yükü proton belə yazılır. Proton 1, 1 yazılır şagirdlər. Yəni protonun yükü müsbət Y'dir. Kütləsi isə təqribi 1 AKF-dir. Yəni bir atom kütlə vahididir. Sonra neytron var. Neytronun formulu belədir. N01. Yəni neytronun yükü yoxdur. Kütləsi isə 1-ə bərabərdir. Bir atom kütlə vahididir. Sonra alfa hissəcik var şagirddə. Alfa hissəcik helium nüvələri selindən ibarətdir. Yəni belə yazılır. Helium 2, 4. Yəni alfa hissəciyin yükü 2Y'dir. Kütləsi isə 4 AKV'dir. Bir de var antiproton. Antiproton protonun antisidir. Əks zərrəcikdir, antizərrəcikdir. Belə yazılır. -1, 1.
Antiprotonun biraz da antiproton. Antiprotonun yükü -7, kütlesi isə 1'dir. Elektronun antizərrəci isə pozitrondur. Pozitronun işarəsi isə 1, 0'dır. Yəni pozitronun yükü müsbət y'dir, kütləsi isə 0'a bərabərdir. Bunların içində ən məşhur olanları alfa hissəci mütləq şəkildə bilməlisiniz. Neytronu mütləq şəkildə bilməlisiniz ki, bunların yükü nətərdir. Yüklü zərrəciklərin maqnit sahəsində hərəkəti var. Onları mən sizə gələn dərs izah edəcəm. Bugünlük isə dərsi burada yekunlaşdırıram. Çünki dərsləri çox keçə bilmirəm. 11-ci siniflərin buraxılış imtahanı var irəlidə. Ona görə dərsi çox keçə bilmirəm, dərsin nəzər hissəsini. Bugünlük isə keçəcəyimiz dərs bu qədər.